Salam əziz dostlar. Bu günləri gəlmişik Nərimanla. Bir sözlə bizə təsəvvür ilk kamp videomuzu YouTube'da yaydı. Hər birinizi xoş gördük dəyərli izləyənlər. Ramazan ayının tam ortasındayıq. Qərar verdik ki, kampa gedək, üzü Şamaxı istiqamətdə gedəcəyik. Hal-hazırda Nərimanovdayıq. Gəlmişik bazarlıq eləməyə, bazarlığımızı edək, yolumuza başlayaq. Başı ilk növbədə tərəvəzləri gəlmişik almağa. Doğru. Ən sevdiyim sarı və qırmızı biber. Deyəm, bunu klopa qoymuşuz. Götürmüsən soğan? Yox. Soğan səndə deyil, Yox. qardaş. Mən onun kağızımda var ki, məndə də. Deyəmlər, klop götürək. Badımızdan bax gedər. 2 dənə yaxşı badımızdan götürək. O belə. Hərəmizə biləm. Götürəcəyik. Əsas. Deyir su. Mən tövsiyə edirəm qapaqlı götürək. İçməyə. Hə. Ha. Nə qədər su içirsən sən? Bəs eləyər. Oradan da bura. Tərəddüdlü qaldım. Əl üzümüzü yumağa orada su taparıq. Orada su var. Tamdır alırıq. Çer aldıq da. Ha, yox. Ha, bəs dörd çer. Düzdür, bəs. Ne Türk söyle, ağa bunu deyirəm. Alan bir dənə götürək. Da var. Sonra ət almalıyıq. Quyruq yoxunda qaqa. Biraz da quyruq verərsən. Sağ ol qardaş. Bazarlığı elədik. İndi benzin də vururuq. Keçirik. Davam. Gəlmişik benzin vurmağa. Cağ yüzlüydü ya. Bomba yüzlüydü bu. Ləzzət verdim ha. Heç bunu verməyim gəlmir, cibimə qoymaram. Evet, bir sürənlərdən narazılıq edir. Bütün mənim odur. Gözə artıq yaşıllıq. Bura Pirkuli də deyirlər. Pirkuli hətta. Pirkuli? Hə, Pirkuli də deyirlər. Bura desən Pirkuli deyirlər. Hə, bura Pirkuli də deyirlər. Pirkuli. Belə də deyirlər. Şamaxılar varsa xahiş edirəm yorumlarda bunu təhqir eləyin. Yox, oradan deyirlər. 20 dərəcə isti var və biz yazın ilk kampını eləyirik. İlk havanın istisindən bəhrələnən insanlardan biri biz ola bilərik. Bir dərəcə fərq eləyir. 1 dərəcə? Hə. 19-dur, Yox, 21-dir. Hə. 21 dərəcə göstərir maşında. Möhtəşəm bir hava var. Bu hava üçün darıxmışdım mən. Mən də. Həqiqətən qış adamı bir müddətdən sonra çox yorur. Bu dəqiqə ciyərlərim bir açılıb, ağciyərlərim genişlər belə düşünürəm. Belə balaca evlər maraqlı. Hoppa. Vəciliyə saxla. Saxla. Dala ver. Ver. Və burada pulsuz reklam. Burada sizin reklamınız ola bilər. Yox. Burada ümumiyyətlə o beləncə torpaq satılır. İstəyən şəxs də gəlib bu nömrəni əlaqə saxlaya bilər. Sahibi mənim əgər videomu görsə mənə faizimi versin. Mənim komissiyamı verin. Neçə saat 2 maliyyə köpüyə. Tam yəni yolun tam sonuna qədər davam edirik. Qəşəng bura düzlükdür, çox qəşəng. Burada meşədir. Digər tərəfdə bu dağın ətəyində çaydır. Yol burada bitir. Buradan oynanısı da yol yoxdur. Belə möhtəşəm bir yerə gəlmişik. Hava da çox qəşəngdir. Bomba hava var. Maşının arxasında hər şey var. Masa olmazsa olmaz.
Sonra sazımız var. Akşama saz. Ümid bizə qəşəng saz pişəcək. Burada ipimiz var. Hər ehtimala qarşı 30 metrlik ipdir. Burada isə bizim çadırlarımızdır. Çadır, sonra oturacaqlar, yuxu tulumları, balışlarımız, sanikimiz, hər şey bunun içində. Daşzad təzək qalmasın. Burada at-zot. Burada ümid kömək ehtiyac olacaq. Olur abi. Məncə bunları başçılara taxır, hə? Sonra bunları kesitməyə taxmaq lazımdır. Ne elə bilir? Ləzzət edirəm. Ha, bombadır ya. Sən o dağlara baxırsan, maşının üstündən nə qəşəng görsənir, hə? Maşın da belə kadrda. Hə, hə. Sanki Land Cruiser'in reklamıdır. Hə, maraqlıdır. Yaxında bir bulaq var, o bulaqdan gedir su götürmür. Edirə bir göstər. Belə həm soyuducudur, həm də isti dolduğunda soyup bir il istifadə eləmirik. Problem yoxdur. Az yürüdük, çox yürüdük. Belə bir yerə gəldik. Nə qəşəng ciplər. Hamısı ciplər bunlar. Ha, Grand Shocker. De oradadır. Adam son altı. Ya bu təmizsiz ha, hə? Aha. Aa, bombadır ya. Of. Möhtəşəm görsənir. Sağ üst elinden versək, üst elinden de gel. Bu da süper oldu yani. Çadırın içindeyik artıq. Burada böyle yaman lampamız var. Ümid özü yerini düzəldir. Mat sərin. Uyku tulumumuz. Şişən yastığımız. Çadırın içi də bu formada. Belə.
Yataq, səhər inşallah. Yaman soğuk olacaq elə bilər. Səhər inşallah görüşərik. Necədir bura? Bomba kimi. Səhər açılıb. Əla hava var. Səhər tezdən gəlmişik balığımızı tutmağa. Gölün tam qarşısındayıq. Gəl belə bir yarışma eləyək. Ən iri balığı tutan qazanır və digər hər şey götürür. Ya mən məsələn ən böyük balığı tutsam, sən də balıqları götürür. Tamam. Hə, başlayaq. Şöyle attığımları balıqlara da paylaşılır. Hoppa! Birinci balığımız hayırlı uğurlu olsun. Hoppa! Ağa 1, Ümit 0. Uzun daha qaralıb deyəsən. Hadi. Hoppa! Hop, hop. Hop. Bir dənə də balacası gəldi. Hop. Ağa 2, Ümit 0. Hop, əla. Kızı balacadılar bunlar. Ona göre geri bırakın. Yok, tek var. Varsa gördüğün olur. Ümidin gözü yaşlı. Yani biz həvəskarıq. İndi bu balıq tutmağı bilənlər əlbəttə baxıb belə bu uşaqlar burada nə edirlər? Belə balıq tutmaq olur deməsinlər. Biz təcrübəsizik. Həvəskar. Kamera bağlayan kimi balığa bax. Hop 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 dağıdır dağıdır. Ümit. Nətərdir? Məyus olmadın bura. Ben şimdi məyus oluram. Yine kardeşim. İki kişisən. Hiç tanıştırma beni. Lizənə, bu belə bir balıqdır. Buraxacağıq çünki yəni bunu bişirə də bilmərik, özümüzlə apara da bilmərik. Ona görə buraxırıq ki, Gələn dəfə burada balığımız bol olsun. İndi biri bəxt olar, ikisi bəxt olar, üçü bəxt olar. Və dördü də bəxt olmaz, dördünə də bəxt deməzsən də. Elə sən burada mənə hörmət eləməlisən, elə deyil. Sən mənə qardaşım sayğı göstərməlisən. Ona baxın, qanı qaralıb. Otur burada. Qara. Fikirləşir ki, görəsən mənim günahım nədir? Mən harda nə səhv eləyirəm görəsən. Dəyərli izləyənlər, macəramız bu qədər çox gözəl, əyləncəli bir gün oldu. Mənim üçün də çox qəşəng gün oldu. Relax oldum. Çox zehnim dincəldi. Möhtəşəm bir istirahət oldu bizim üçün. Əlbəttə sizlər üçün də inanıram ki, möhtəşəm bir video olacaq. Artıq gedib çadırımızı toplayıb üzüb Bakı istiqamətində evə dönüş edirik. Yəni məsləhət görərdim ki, yəni vaxt tapdıqca özünüzə təbiətdə vaxt ayırın. Siz də özünüzə vaxt ayırın. Bəli. Biz özümüzə vaxt ayırmağa qərar vermişik. Bir-birindən əyləncəli videolarla qarşınızda olacağıq. Ona görə kanalımız yenidir. Bizə dəstək olmaq üçün mütləq abunə olun və Videonu bəyənib şərh bölməsində fikirlərinizi bizlə bölüşsə sevinərik. dəyərli izləyənlər, sağ olun. Növbəti görüşlərə dək.